Herkese salam, mən Gönçə, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bitən məhsulları bölüşəcəm. Hansını yenidən alardım, hansını almazdım. Bununla bağlı öz fikirlərimi bölüşəcəm. Bununla bərabər videonun bəzi hissələrində izləyicilərimin mənə verdiyi sualları cavablayacağım. İlk olaraq bu qutudan başlamaq istəyirəm. Revox brendinin şampunları, ümumiyyətlə bu növü və bir neçə digər növləri o qədər xoşuma gəlir, o qədər bəyənirəm ki, həqiqətən də dediyini edən şampunlardır hər biri. Bu növünün tərkibi keratin və azon yağından ibarətdir və çox gözəl şəkildə saçları yenidən bərpa edir. Mən çox razı qalmışam. Demək olar ki, digər növündən də bundan da 360 ml-dir hər növün içərisində. Bir müddət yəni gedir, elə də tez bitən bir şampun deyil. Bu brendin digər növ şampunları isə saçların tökülməsini dayandırır, eyni zamanda uzanmasını sürətləndirir. Bu növü, digər növlərini, ümumiyyətlə bu brendə aid bir çox şampunları yenidən əldə edərəm, hətta etmişliyim də var. Saberian Wellness-in təbii bitki tərkibli intim gelidir. Məncə xanımlar üçün ən vacib olan təmizləyici vasitələrdən biri də budur. Bu məhsulu hansısa marketdən almışdım, tam dəqiq yadımda qalmayıb. 4 manat neçəyəsə olmalıydı qiyməti. Ən xoşuma gələn xüsusiyyəti tərkibində alüminiumun olmamasıdır. Alüminium tərkibli antiperspirantları istifadə etməsin xanımlar. Çünki həqiqətən də xanımlar üçün ən zərər verici maddələrdən biri də alüminiumdur ki, bu da gündəlik biz dezodorant, antiperspirant istifadə etdikdə bizə təsir edir. Biri var, çox az istifadə etdiyiniz məhsulların tərkibində ola. Biri də var ki, gündəlik ən az 2 dəfə antiperspirant işlədən biri olaraq mən buna mütləq ki, diqqət edirəm və sizə də tövsiyə edirəm ki, siz buna diqqət edəsiniz. Tərkibində paraben, spirt və alüminium olmayan dezodorant, antiperspirantlardan istifadə edin. Gəldik bu məhsula, bu da Saberian Wellness-in duş gelidir. Bunun bir xüsusiyyəti xoşuma gəldi ki, hamamın qırağında da qoxusu yayılırdı. Yəni, bütün evə yayılırdı da bunun qoxusu bundan duş alarkən. Yəni, çox sevirəm, alaramı təbii ki, yenidən alaram. Çünki bu məhsulların tərkibi həqiqətən də təmiz tərkiblidir, bitki tərkiblidir. Bu da mənim çox bəyəndiyim xüsusiyyətlərdəndir. Dr. Rachel'in belə bir günəşdən qoruyucu sprey formatlı SPF-i var və mən bunu alaramı yenidən almaram. Çünki bu üzdə belə ağ-ağ izlər buraxırdı. Tam yaxşı tez yayılmırdı, bərabər yayılmırdı. Bəlkə də bəyənənlər var, amma nə yalan deyim, mən o yaxşı yayılmadığına görə, üzdə belə topaq ağ-ağ qaldığına görə heç bəyənmədim. Bunun hətta mən set şəklində almışdım, həm də bu kremi də. Bu da günəşlənəndən sonra, artıq günəş kremini hidrofil yağla təmizlədikdən sonra dərinizə bunu sakitləşdirici, sərinləşdirici geli vurursunuz. Bu da mən bilən qızmar yay ayları üçün çox yaxşı olar. Çünki bu həqiqətən də sərinlədir. Bu dezodorantı mən Berlin mağazasından almışdım, səhv etmirəmsə. Mənim ən sevdiyim xüsusiyyət alkoqol, mikroplastiklər, alüminium olmaması da tərkibində. Bunu almaram, çünki düzdür, tərkibi təmiz olsa da, mənə uyğun olsa da, bunu istifadə edərkən qoxusu necəsə o havaya yayılırdı və məni boğurdu. Otaqdayken mən nəfəs ala bilmirdim o dərəcə. Normalda qoxusu gözəldir, amma tərkibində olan hansısa maddə mənə düşmədi. Ona görə əldə etmərəm bir daha. Daha bir dezodorant. Bunun da tərkibi təbii ki alüminiumsuzdur və vegan bir formulaya malikdir. Qoxusu çox gözəldir. Yay aylarında istifadə edə biləcəyiniz qoxuya malikdir. Saxlaması da 24 saat olmasa da ən azından gün sonuna qədər saxlayır. Beaver brendinə aid olan 1 dəqiqəlik saç maskası. Əslində bu maska saçları rəngli olan xanımlar üçün daha çox uyğundur. Çünki o cür saçları yıpranmış, zədələnmiş saçları bərpa etmə xüsusiyyəti çoxdur. Məndə saç rəngi olmasa da mən bunu çox sevdim. Nəyə görə? Çünki çox tez şəkildə yuyuruq. Yəni çox saxlamağa ehtiyac yoxdur. 1 dəqiqə saxlayın, yuyun, nəticəni görəcəksiniz. Bu şampun yenə Saberian Wellness brendinə məxsusdur. Tərkibi niasinamid və biberlidir. Bu da təbii ki saçları yağlı olan xanımlar üçün ən gözəl xeyir edən şampunlardan biridir. Həmçinin saç tökülməsində qarşısını alır, yeni saçların çıxmasını stimullaşdırır. Bunu səhv etmirəmsə mən Rozmandan əldə etmişdim. Vitamin C-nin konsentrantıdır. Həqiqətən də çox gözəl şəkildə nəmləndirir. O qədər qəşəng dəridə parlaqlıq, belə yumşaqlıq, o dəriyə barmağı vurduqda geri qayıdır, tez bir şəkildə belə çox yummuş bir hal alır dəri və əsasən də yağlı dərisi olan xanımlar üçün, dərisində ton bərabərsizliyi olan xanımlar üçün çox uyğun bir məhsuldur. Kreminizdən, serumunuzdan öncə işlədə bilərsiniz. Koreya brendi olan Jigot'un belə bir ampul maskasını istifadə etmişdim. Düzdür, normalda bu daha çox quru dərilər üçün uyğun olsa da, çünki nəm bombasıdır demək olar.
Amma mənim də dərim yağlı olsa belə bəzi hallarda qış aylarında elə olur ki, dərim quruyur, qabıqlanma verir və ona görə də mən bu tip maskaları əsasən qış aylarında daha çox işlədirəm. Gəldik bu məhsula. Bu məhsul ailə boyu məhsuldur. Həqiqətən də ölçüsü o qədər 1 litr olmalıdır. Bəli, 1000 ml 1 litrdir. Və bu məhsulu mən nəyə görə sevdim? Çünki təmizləyərkən həmçinin dərini o qədər gözəl yumşaldır ki, həm təmizləyir, həm də qulluq edir. Keçi südü tərkiblidir. Bir çox növləri olmalıdır. Bunu da hansısa mağazadan, marketdən almışdım. Hansısa supermarketdən almışdım. Yadımda deyil. Mingəçevirdə olarkən almışdım. Çox sevirəm. Həqiqətən də digər növlərini də alıb işlədərəmmi? Təbii ki, işlədərəm. Çünki həm uzun müddətli getdi bu məhsul məndə, həm ailəm də işlətdi. Yəni ailəmin belə işlətməsinə rəğmən yenə də çox uzun müddətli bir məhsul oldu bu. Mənim ən sevdiyim tərkibdə olan maska yaşıl çay tərkibli bu maska mənim dərimə o qədər gözəl təsir edir ki, əgər sizin də yağlı dəri tipiniz varsa, mütləq bunu alıb işlədin. Mən səhv eləmirəmsə bunu hardan almışdım? Bu məhsulu mən Aloe Aptekdən əldə eləmişdim Gənclik Molda və qiymətdə çox sərfəlidir. Üstündə də var 2 manat 80 qəpiyə. Həqiqətən də effekti çox gözəldir. Yağlılığı nizamlayır, yəni dəridə olan sebumu balanslayır, dərinin məsafəsini təmizləyir, parlaqlıq verir. İltihabi proses varsa, dəriniz də biraz daha həssasdırsa, həm yağlı, həm həssasdırsa, dərinizdə olan iltihabı, həssaslığı azaldır. Doktor Klinik brendinə aiddir. Çay ağacı tərkibli bir məhsuldur. Təbii ki, bu tərkib ancaq yağlı dərilər üçün uyğundur. Dəridə olan məsamələri, sebumu yaxşıca təmizləyir və eyni zamanda dəriyə parlaqlıq verir. Həmçinin sivilcə eğilimli, həmçinin səpkilərə də qarşıdır, səpkili dəriyə də uyğun bir məhsuldur. Mən elə bilirdim təkcə yağlı dəriyə, qarışıq dəri tipinə də uyğun imiş. Beaver'in bu çay ağacı tərkibli şampunu o qədər möhtəşəm bir şampundur ki, o qədər xoşuma gəlir ki, həm qoxu cəhətdən, həm saçları təmizləməsi, həm təmizlədikdən sonra saçlara verdiyi parlaqlıq, yumşaqlıq, tərkibi özdə ümumiyyətlə bu elə bir teksturaya malikdir ki, elə bilirsən ki, saçı şampunlamaqla bərabər maskalayırsan. O dərəcə yağlı saçları olan xanımlar üçün uyğundur. Mən tövsiyə edirəm, mütləq ki, alıb istifadə edib faydasını görün. Mənim aldığım ən gözəl duş gellərindən biri bu duş gelidir. Azur brendinə aiddir. Bunu Alivia'dan almışdım. Səhv etmirəmsə təkcə satışı oradadır və bir çox növləri var. Başqa bir növünü də almışam, hal-hazırda işlədirəm, çox bəyənirəm. Alaramı təkrar? Təbii ki, alaram. Eyni zamanda bu qoxusunu qış üçün çox bəyənirəm. Çünki qoxusu qış aylarında insana çox xoş bir aura verən bir qoxudur. Ona görə də mən bunu qış aylarında mütləq yenidən alıb işlədəcəm. Sizə də tövsiyə edirəm. Həmçinin ölçüsü də çox böyükdür. Uzun bir müddət gedir, 650 ml-dir. Bu qutudakı məhsullar bitdi. İndi istəyirəm ara verib bir neçə suallar gəlmişdi mənə, onları cavablayım. İlk gələn sual. Video çəkmək sizə zövq verir? Bəli. Təbii ki, zövq verir. Verməsə ümumiyyətlə çəkməzdim, ümumiyyətlə kanal açmazdım, hesab açmazdım. Bu hardasa mənim belə deyim, birinci kursda oxuyarkən ən çox istədiyim şeylərdən biri idi. Sadəcə olaraq heç bir şey etmirdim onda, heç bir şey çəkmirdim. Hesabım gizli idi ümumiyyətlə Instagramda. Yəni bağlı hesab idi, gizli idi deyərkən, yəni bağlı hesab idi. Heç YouTube kanalı ilə bağlı elə çox məlumatım da yox idi. Sonra mən hardasa 4 ya da 5-ci kurs idi, səhv eləmirəmsə, başladım YouTube kursu almağa və yavaş-yavaş sınaya-sınaya gəldim, çıxdım buralara. İndi də ki, biraz artıq mənə elə gəlir ki, nəyisə alındıra bilirəm. Ümid edirəm ki, dəstək olarsınız. Kanalıma abunə olmağı unutmayın. Gəldik, deməli, heç inanırsan ki, böyük YouTuber olmağı? Bəli, inanıram. Neçə yaşım var? 24 yaşım var. 24 tamam olacaq avqustun 30-u. Gəldik, ilişkin var, yəni münasibətin. Xeyir, münasibətim yoxdur. Ən sevdiyim film. Ümumiyyətlə, filmləri izləyirəm. Sadəcə olaraq ən sevdiyim, belə wow, bəyəndiyim film yoxdur. Məni çox istəyirsən. Təbii ki, mən bütün izləyicilərimi istəyirəm. Təşəkkür edirəm mənə dəstəyiniz üçün, mənə abunə olduğunuz üçün, izlədiyiniz üçün. Çox sağ olun.
Gəldi, ali təhsil almışam, bəli, 5 illik ali təhsilim var, 2 il ixtisaslı. Bu həyatda ən sevdiyim insan, özüməm. Çünki mənim üçün elə bir şeydir ki, bu, yəni özünü sevməyən insan məncə ətrafına da sevgi yaya bilməz. Və buna görə də bu həyatda ən çox sevdiyim insan elə özüməm. Gəldik nəyə? Əgər bir adaya 3 ləvazimat aparsam, bunlar nə olar? Təbii ki, bir qız bürcü olaraq antiperspirant, yəni dezodorant Rexona apararam. Daha sonra ikisi birində şampun duş geli məhsulu olur, o məhsulu apararam. Bir də təbii ki, telefon apararam. Ən sevdiyim makyaj ləvazimatı, sözün açığı, mənim ən sevdiyim makyaj ləvazimatı deyərkən hamısını çox sevirəm. Yəni makyajı ümumiyyətlə sevən biri olaraq, yəni düşünməmişəm ki, açığı hansını daha çox sevirəm. Amma üstünlük verəsi olsam, məncə dodaq boyası. Niyə bu qədər gözəlsən? Çox təşəkkür edirəm. Gözəl qəlbinizdən öpürəm. Atan yoxsa anan, məncə bu biraz, necə deyim, seçim eləyə bilinməyəcək bir sualdır. Ona görə də valideynlərimin hər ikisi də mənim üçün çox əzizdir. Böyüyəndə nə olmaq istəyirsən? İndi olmaq istədiyim yerdəyəm. Gələcək üçün isə çox-çox gözəl planlarım var. Daha gözəl nələr mümkün. Ümid edirəm ki, elə sizinlə birlikdə bu planları gerçəkləşdirəcəm və elə sizin gözünüzün qabağında olacaq o. Yəni ki, elə özünüz görəcəksiniz nələr olacağını. Və ümid edirəm ki, bu yolda daim mənə dəstək olarsınız. Kaç yaşındasın? Bu arada səni çox seviyorum abla. Təşəkkür edirəm. Mən də səni çox sevirəm. Dəstəyin üçün təşəkkür edirəm. Və yaşımı da bayaq qeyd etdim. 24 yaşım var. Belə, bu qədər. Suallar bu qədər idi və bitdi. Keçək növbəti məhsullara. Ahava brendi və tərkibi çox zəngindir. Dəniz suyu, ölü dəniz suyu və maqneziumdan zənginləşdirilmiş, alüminiumsuz, spirtsiz, parabensiz, tam təmiz tərkibli həmin o antiperspirant. Bu məhsul rolon formadadır. Bunu da yaşıl çay tərkibli maskanı əldə etdikdə Aloe aptekdən oradan əldə eləmişdim. Deməli, bu məhsul neçəyədir? 28 manatdır. Endirimli idi 25-20-yə. Hətta bir də endirim oldu. Hansısa aksiyada, səhv eləmirəmsə, mənə 23 manat neçəyəsə başa gəldi. Bir məhsulda, bunu da çox bəyənirəm, Dipro brendinə aiddir. Trendyoldan əldə eləmişdim. Əgər olsa linkini əlavə edəcəm community bölməsinə. Oradan keçid edib linkə əldə edə bilərsiniz. Vegan bir məhsuldur, 100% təbiidir. Tərkibində alüminium, spirt, paraben yoxdur. Mənim üçün ən əsas tərkib. Ümumiyyətlə kişi, qadın da istifadə edə bilər. Qoxusu isə sitrus qoxularının qarışığıdır. Amma bir növ bilirsiniz, tam olaraq sitrus da deyil. Bir gül var, nənəmin elə bir gülü var idi o vaxt. İndi də deyəsən var. Ətirşah gülü deyirlər. Biraz onun da qoxusuna bənzəyir bu qoxu. Gəldi bu məhsula. Oriflame'in, bilmirəm indi hal-hazırda satışda var ya yoxdur. Oriflame'də işlədiyim vaxtlarda bu məhsulu alıb istifadə etmişdim. Həqiqətən də saçları çox gözəl şəkildə fen istisindən qoruyur. Alaramı yenidən? Təbii ki, alaram. Bu ətir Gigi Milano brendinin Brazilian Bomb ətiridir. Bunun bir çox versiyaları var fərqli növlərdə və mənim çox sevdiyim növlərindən biri də budur. Yenidən ümumiyyətlə bu brendin ətirlərini mən həmişə alaram. Çünki yayıcılığı çox yüksəkdir, qalıcılığı çox yüksəkdir. Hər birinin özünə məxsus gözəl qoxusu var. Bu brendin ətirləri ilə bağlı, səhv etmirəmsə, ayrıca shorts video paylaşmışam. Hər birinin notları ilə bağlı, anımsatdığı qoxu ilə bağlı məlumatlar o videodadır. İzləməmsinizsə, kanala keçid edərək izləyə bilərsiniz. Bu məhsul Dr. Clinic brendinə aiddir. Makyaj sabitləyici spreydir və makyajı həqiqətən də gün boyu sabitləyir. Çox güclü sabitləyici özəlliyi var. Sadəcə olaraq vaxtı bitdiyindən mən bunu istifadə edib bitirə bilməmişəm axıra qədər. Martin Neon brendinə aid olan bu ətir kodu F70-dir. Victoria's Secret Bombshell'in qoxusunu anımsadır. Yayıcılığı yüksəkdir, qoxusu da qalıcıdır. Özü də ölçüsü böyükdür. Neçə millidir bu? 50 millidə ölçüyə malikdir.
Magneli brendinin bu peptid kollagen tərkibli gözaltı kremi həqiqətən də göz altlarını çox gözəl şəkildə nəmləndirir, dolğunlaşdırır. Ümumiyyətlə başlığı masajör başlıqlı olduğundan mənim çox xoşuma gələn kremlərdən biri oldu. Vivien Sabu brendinə aid olan bu suya davamlı sürmə şəkilli liner çox gözəldir. Bunu sevərək işlətmişəm. Hətta tam olaraq qurumayıb hələ də. Sadəcə olaraq artıq uzun müddətli idi ki, açmışdım ağzını və artıq bir müddətdir ki, işlətmirəm vaxtı bitdiyindən. Mən tövsiyə edirəm, çox bəyənmişəm bunu. Dessim brendinə aid olan bu günəş kremi, pink günəş kremi gedir. Yəni ki, çəhrayı günəş kremidir və dəri tonunu o qədər gözəl bərabərləşdirir ki, dəridə o qədər gözəl qalır ki, bunu istifadə etdiyimdə hamı elə bilirdi ki, tonal krem istifadə etmişəm, amma əslində dəri tonumu o qədər gözəl sabitləyirdi ki, heç örtücülüyü olmasa belə dəri çox gözəl görünürdü, pürüzsüz görünürdü. Və SPF 50+ faktorludur, çox yüksək qoruyucu faktora malikdir. Bunu da səhv eləmirəmsə Olivia'dan əldə eləmişdim. Oriflame brendinin bu seriyasını yəqin ki, tanımayan yoxdur. Bu saç yağı o qədər gözəldir ki, bunu çox sevirəm. Bunu yenə də alaram. Həqiqətən də mənim ən sevdiyim saç yağlarımdan biridir. Bir neçə yağın qarışığıdır. Çox gözəl şəkildə parlaqlıq, qoxu bəxş edir. Saçları çox gözəl şəkildə qoruyur. Fenlənməmişdən öncə tətbiq edirdim. Səhv eləmirəmsə mən bunu. Çox gözəl, yəni saçlar üçün əsl terapilik bir məhsuldur. Saverian Wellness brendinin 5D maskarası. Həqiqətən də o qədər böyük fırçası var ki və o qədər tək-tək ayırır ki, mən bunu çox sevdim və yenidən alaram, həqiqətən də alaram. Bunun bir suya davamlı növü də var idi, səhv eləmirəmsə. Onu almadım, çünki o vaxt suya davamlı maskaram var idi. Bu isə suya davamsız olandı, amma kirpikləri o qədər gözəl, iri, dəndən, uzun, yəni möhtəşəmdir də, hər effekti verir kirpiyə. Oriflame brendinin On Color seriyasından belə bir suya davamlı maskaradır. Bunu yadıma gəlir, dənizə gedəndə istifadə edirdim. Çox xoşuma gəlir. Sözün açığı biraz kirpikləri yapışdıran idi, amma həqiqətən də suya davamlı idi. Üst-üstə tətbiq etdikdə məsəl üçün kirpiklər yapışırdı bir-birinə. Juvenile brendinin mən yadıma gəlir bunu o vaxt bir çox serumunu set şəklində sifariş eləmişdim. Və sonradan mən bunu bir testdən keçirdim. Bu vitamin C serumudur. Trendyoldan əldə eləmişdim mən bu məhsulu və rəsmi saytından təbii ki. Amma bu vitamin C serumu testdən keçmədi. Bu da o deməkdir ki, tərkibindəki C vitamini söhbəti boş şeymiş. Juvenile brendin AHA BHA peelingi. Mən bunu FIDI metodu ilə tətbiq edirdim. Və biraz içində var, tam bitməyib. O vaxt deyəsən işlədib çatdıra bilmədim. Ona görə də belə də qaldı. Dr. Clinic'in belə bir günəş kremi var. SPF 50+ faktorludur. Tərkibi aloe veradır, kanola, vitamin, gyaluronik asid. Çox zəngin tərkiblə malik olan bir günəş kremidir. Və eyni zamanda mavi işıq qoruması var. Və bu məhsulu mən əldə edərəmmi yenidən? Əldə edərəm, amma biraz yağlı dəri tipim olduğundan çox da belə gündəlikdə istifadə edə biləcəyim bir krem deyil. Ən çox mən bunu istifadə edərəm dənizə gedərkən, çünki qoruması həqiqətən də çox yaxşıdır. Fatimatdan əldə eləmişəm. Bunlar orijinal ətrin münasib olsun deyə fərqli qablaşdırmada olan versiyasıdır. Həqiqətən də oradan əldə etdiyim bütün ətirləri çox sevmişəm. Həm qoxu cəhətdən, həm hədiyyəlik də etmişəm. Qalıcılığı, yayıcılığı yüksəkdir. Ətirlərin adını da qeyd edim. Jean Paul Labelli. Demək olar bunu aldığım ərəfədə Azərbaycanda, ümumiyyətlə dünya üzrə səhv eləmirəmsə, ən çox satış rekordu qıran ətri idi. Lancome La Nude Tresor. Bu məhsulda çox sevərək işlətdiyimdir. Bu çox soruşulan bir ətir idi. Tiziana Terenzi Andromedadır. Bunu istifadə edərkən qrup yoldaşlarım deyirdi ki, koridordan sənin ətrin gəlir sən gedəndən sonra. Bu məhsul Saverian Wellness'in 98,3% təbii tərkibli, lavanda tərkibli olan diş pastasıdır. Ümumiyyətlə diş pastasında da nəyə önəm verirəm? Tərkibində fluorun olmamasına, hansı ki o sinir sisteminə qədər insanın təsir edir.
Arkonemin əl kremi sadə əl kremidir. Yumşaltmağı yaxşıdır. Elə də böyük ölçü olmadığına görə çantaya yaxşı yerləşir. O qədər istifadə etmişəm ki, sona qədər bitirmişəm. Ona görə qabı biraz belə bu hala düşüb yazılın. Vegan bir məhsuldur. Qəşəng də nəmləndirir. Gün boyu da nəmləndiriciliyi qalır dəridə. Amber Elixir seriyasının 3 ətri. Əgər hələ də satışda varsa, mən tövsiyə edirəm ki, alıb sınayasınız. Mən bilən bunların sınaq nümunələri də olmalıdır. Əvvəlcədən elə kiçik ölçü əldə edib sınayıb yenidən böyük ölçüsünü ala bilərsiniz bəyəndiyiniz təqdirdə. Bu seriyanın ən çox xoşuma gələn özəlliyi bu idi ki, qoxusu çox gözəldir, qalıcıdır, yaycılığı da, şleyfi də yüksəkdir. Oriflame brendinə aid olan belə bir Glow seriyasından bu maska, skrab ikisi bir arada olan məhsuldur. Sözün açığı bunu elə çox bəyənmədim. Çünki dənəcikləri iri idi. Həssas dərli xanımlar üçün elə də uyğun deyil. Dərinizi zədələyə bilər. Və eyni zamanda da səpkili dəriniz varsa, belə iri dənəcikli olan skrabları tövsiyə etmirəm. Elə çox istifadə etmədim. Aldım, bir-iki dəfə istifadə etdim. Elə də çox effekt görmədiyimdən qoydum qırağa, elə vaxtı da bitdi. Belə əslində doludur, içərisində var, bayağı bir var. Yəni içərisində hətta var. Amma istifadə etməmişəm. Gəldik bu məhsula. Home bitkisəldən belə bədən losyonu, yağlı və qarışıq dəri tipləri olan xanımlar üçün uyğundur. Bu da sadə bir bədən losyonu idi. Elə çox yüksək nəmləndiriciliyi yox idi sözün açığı. Çünki normalda hələ mənim dərim yağlı dəri tipidir, amma qışda quruma baş verir. Onu belə, yəni çox quru dəri olmasa belə, gün sonuna qədər nəmli saxlamırdı mən bunu istifadə etdiyim müddətdə. Qoxusu isə yoxdur. Qoxusunun olmamağı biraz xoşuma gəlmədi. Çünki mən bədən losyonlarında biraz zərif qoxu istəyirəm ki, bədəndə çox qəşəng qoxusu qalsın. Kameranın duruşunu biraz dəyişdim. Məncə belə daha yaxşıdır, hə? Deməli, Eclat Mademoiselle ətri, bu da Oriflame brendinə aiddir. Bu ətri əgər siz prenses kimi hiss etmək istəyirsinizsə mütləq alıb işlədin. Paltarda qalıcılığı yaxşıdır, çünki EDT-dir. Bilirsiniz ki, EDP, yəni parfüm suyları, axırı P ilə qutaran parfüm suylardır. Onlar dəridə daha çox qalır, daha çox buram-buram qoxur. Amma EDT yazılanlar isə paltarda daha çox qalır. Bu da EDT olmağına baxmayaraq 2-3 saatdan çox qalırdı həqiqətən də paltarda. Mən çox bəyənərək işlətmişəm. Mütləq ki, tövsiyə edirəm, alıb bir dəfə də olsa sınamalısınız. Bu ilk vaxtlar çıxanda çox səs salmışdı. Əgər marojna, karamel qoxularının qarışığı bir ətir istəyirsinizsə, orijinalını alıb mütləq işlətməlisiniz. Çox qəşəng qoxusu var. Eclat Mon Parfüm, bu da Oriflame brendinin ən lüks seriya ətirlərindəndir. Özünüzü Parisdə hiss etmək istəyirsinizsə, bu ətri mütləq istifadə etməlisiniz. Çox lüks, zərif qoxusu var. Daha bir Oriflame ətri. Bu parfüm lüks seriya parfümdür. Adı Magnetistadır və həqiqətən də adı qədər də maqnit kimi cəzb edən bir ətirdir. Bu həmin o Juvenil'in biraz az faizli olan vitamin C serumu idi. Biri 10% idi, biri 5%. Heç biri işə yaramadı. Bio Extra losyon saçlar üçün saç çıxardıcı, saç tökülməsini azaldan bir losyondur. Tətbiqi çox rahatdır. Buradan tətbiq edirsiniz köklərə, sadəcə köklərə. Mütəmadi istifadə zamanı həqiqətən də işə yarayır. Çünki təbii tərkibli məhsuldur. Bütün apteklərdə mövcuddur. Oriflame brendinin adı nədir bunun? So Favored Together. Deməli, bu məhsul, ümid edirəm ki, düzgün tələffüz edirəm, yenə deyirəm. Deməli, bu ətrin qoxusu necə bir qoxu idi? O, konfetlər olur, üzərində qırmızı üzüm kimi şəkil olan, çox qəşəng belə qoxusu da var onun, dadı da qəşəngdir. Şirini konfetlər. Mən balaca vaxtı həmişə onu çox xoşlayırdım. Həmin o konfetlərin qoxusuna bənzər bir qoxusu var. Yəni, məncə sevərsiniz. Əsl yazlıq, yaylıq bir ətirdir. Parfüm suyudur. Bu da qalıcılığı çox yüksəkdir. Oriflame brendinin darçın, vanil qoxulu bu bədən talkı yayda bədəndə olan nəmliliyi azaldır və gözəl qoxu bəxş edir. Hər də qoxusu gözəl gəlir. Estelin brendinin iki tərəfli, bir tərəfi dodaq skrabı, digər tərəfi isə dodaq balzamı olan belə məhsulu var. Mən sadəcə olaraq bunun skrab hissəsini çox sevmədim.
Çünki çox yağlı idi. Yəni elə də çox sevmədim. Düzdür, skrabda biraz təbii ki, nəmləndirmə cəhətdən, belə qidalandırma cəhətdən yağlılıq olmalıdır. Amma yəni mən elə də dodaq skrablarında sevmirəm. Bu çanta boyu əl kremini çox sevərək işlətmişəm. Həm gözəl şəkildə nəmləndirir, qoxusu gözəldir. Həmçinin də bu məhsul çantaya at çıx. Bu da Juvenil brendinin retinol serumudur. Hardasa bir 5-6 dəfə istifadə etmişəm. Amma elə də çox effektini görmədim. Zara'nın Light Bloom ətri yayda sıxılmadan, boğulmadan, bezmədən istifadə edə biləcəyiniz ən gözəl ətirdir. Bir sözlə, gedin alın, kiçik ölçüdə, bir də böyük ölçüdə var bunun. Bu kiçik ölçüsünü alın, sınayın, məncə çox sevəcəksiniz. Dr. Klinikin bu toniki bambuk kömür tərkibli poralı dəriləri çox gözəl şəkildə təmizləyir. Yağlı, qarışıq dərilər üçün uyğun. La Roche'un Cicaplast kremi. Həqiqətən də bu krem dərini çox gözəl şəkildə bərpa edir. Eyni zamanda qızarıqlıq, həssaslıq varsa aradan qaldırır. Hədiyyə vermişdi həmin brendin əməkdaşı və çox sevərək işlətdim. Aha, bu da bir Cicaplast kremidir. Bunları mən bu ölçüdə özümlə hara gəldi aparırdım. Yəni həqiqətən də o qədər gözəldir ki, özdə bunu məsəl üçün ən az 2-3 dəfə istifadə etmək olur deyə çox işə yarayan bir məhsuldur. Həm ölçü cəhətdən yer tutmur, həm də ki qəşəng istifadə eləmək olur bir neçə dəfə. Bu da bir Cicaplast kremidir. Neçəsini bitirmişəm, Allah bilir, hələ neçəsini də atmışdım. Bu La Roche'un yağlı dərilər üçün olan SPF 50+ kremidir. Dəri tonlu bir kremdir. Sadəcə olaraq bunda bir şey xoşlamadım. Mən bunun altından nəsə nəmləndirici serum vururdum və üzərindən bunu vurduqda bu başlayırdı pullanmağa. Yəni belə ovxalanıb tökülürdü. İmeni bu kremi vurduqda. O normal dərilər üçün olan SPF kremidir. Bunun da vaxtı bitib, ona görə istifadə eləməmişəm ümumiyyətlə. Heç sınamamışam sözün açığı bunu. Bu Oriflame brendinin Uncolor seriyasının BB kremidir. SPF 10 tərkiblidir. Bunun örtücülüyü yoxdur demək olar ki, sadəcə dəri tonunu bərabərləşdirir. Yay üçün, yayın o istisində istifadə edə biləcəyiniz bir kremdir. Bilmirəm, indi satışda var ya yoxdur. Koreya istehsalı olan bu kollagen gözaltı serumu həqiqətən də gözaltı şişkinlikləri aradan qaldırır, çox gözəl şəkildə nəmləndirir. Ən əsasda mənim ən sevdiyim xüsusiyyət gözaltı kremlərində, serumlarında bu cür başlıqların olmasıdır. Mənim ən sevdiyim kremlərdən biri və həmçinin ən tez bitən krem Bepante'nin bu üz üçün kremi. Bunun 2 növü var, bilirsiniz. Biri uşaqlar üçündür, biri də baxım üçün belə kremdir. Üzü çox gözəl şəkildə yatışdırır, sakitləşdirir, nəmləndirir, bir çox dər tipinə uyğundur. Çox təəssüf ki, çox tez bitir. Bunu mən əsasında Dermapen vaxtı istifadə edirdim. Tərkibi çox sadə kremdir. Aha, Dexapantenol olduğundan dərini çox gözəl sakitləşdirir, bərpa olunmasına kömək edir. Frudia'nın yaşıl üzüm tərkibli, poraları kontrol altında saxlayan bu nəmləndirici kremi. Bu mənim ən sevdiyim nəmləndirici kremlərdən biridir. Olsa dəfələrlə alaram, işlədərəm. Sadəcə olaraq mən bunu son dövr sırf bu poralı dərilər üçün olan növünü, yağlı dərilər üçün olan növünü tapa bilmirəm. Hər yerdə tez bitir. Rossmanndan aldığım bir həftə ərzində tətbiq edəcəyiniz terapiya deməli booster terapiyadır. Bu vitamin booster. Tərkibində retinol var. Belə qırmızı ampullarda retinollar idi. Bu sarı rəngdə ampullarda vitamin C idi. Yaşıl rəng ampullarda vitamin Y. Effekti də var həqiqətən də. Antioksidant təsiri var dəriyə və eyni zamanda yaşlanma qarşıtı olan bir məhsul. Oriflame'in Women's Collection seriyasından olan belə bir Mimoza adlı ətri var. Bu EDT idi. Yəni qoxusu elə çox qalıcı deyildi. Yayıcılığı elə çox yüksək deyildi sözün açığı. Sadəcə olaraq gündəlik dəfələrlə əgər yeniləməyə həvəsiniz varsa, gündəlik tez-tez yeniləmək istəyərsinizsə ətrinizi, bu ətrə şans verə bilərsiniz. Oriflame'in Love Potion ətri çox qəşəngdir. Səhv eləmirəmsə ağ şokolad və çörək qoxusunun qarşılığı olan ətr idi. Amma qalıcılığı parfüm suyu olsa da orta qalıcılıqda idi. Daha bir Oriflame ətri. Bu ətri cici qızlara tövsiyə edirəm.
və əsl qız-qıza görüşlərdə istifadə edə biləcəyiniz bir ətirdir. Bu ətir sadəcə olaraq parfüm suyu deyil, EDT-dir və ona görə də qalıcılığı elə çox yüksək deyil. White Glow'nun belə bir diş pastası var, kiçik ölçü. Mən bunun kiçik ölçü olduğundan harasa gedəndə rahatlıqla özümlə götürə bilim deyə əldə etmişdim. Amma tələsik vaxtda almışdım deyə üstünə baxmamışam ki, bunun tərkibində flor var imiş. Mən isə flor tərkibli diş pastalarını çox vaxt almıram. Ona görə bir daha almaram böyük ölçüsü. Saberian Wellness brendinin yağlı dərilərə uyğun olan belə bir kremi var. Bu kremi mən nəyə görə xoşlamadım? Çünki heç bir serumla getmirdi. Heç bir, necə deyim, başqa kremlərlə, serumlarla, konsentratlarla mən bunu istifadə edə bilmirdim. Düzdür, təmiz tərkiblidir. Amma ki, xoşlamadığım yanı bu idi ki, üzdə orxalanıb tökülürdü başqa krem vurduqda. Yəni bundan başqa heç nə gərək vurmayasan üzə. Saberian Wellness brendinin Color Boom dodaq boyası. Bu dodaq boyası qalıcı dodaq boyasıdır həqiqətən də. Və rəng çeşidləri var. İndi bilmirəm satışda var ya yoxsa yoxdur. Biz səhv eləmirəmsə bunu Türkiyə ofisindən sifariş etdik. Bu gül yağı apteklərdə olur. Biola brendidir. Səhv eləmirəmsə yerli brendimizdir bu. Mən ümumiyyətlə gül yağını istifadə etməyi çox sevirəm. Həqiqətən də enerjisel baxımdan da mənim enerjimi çox yüksəldir. Çox gözəldir. Mənim ən sevərək işlətdiyim dodaq boyalarından biri olan Golden Rose'un Soft Matte dodaq boyasıdır. Bu həqiqətən də o qədər gözəldir ki, yəni qurutmur dodağı, krem formulalı bir mat dodaq boyasıdır və çox gözəl rəng çaları var. Çox heyf ki, bu bitib. Mən yenidən istəyərəm ki, bunu əldə edim. Nömrəsi 118 nömrəlidir. Mənim ən çox istifadə etdiyim dodaq qələmlərindən biri də Golden Rose'un 518 nömrəli dodaq qələmidir. Daha sonra Emily'nin 222 nömrəli dodaq qələmi. Bu isə Newell'in 029 nömrəli qırmızı dodaq qələmi. Çox güman ki, bu lip gloss satışdan çıxıb. Oriflame brendinə məxsusdur. Devan seriyasının da özdə. Bunun bir xüsusiyyəti xoşuma gəlmirdi ki, dodaqda yapış-yapış qalırdı. Bu şəkildə tam istifadə olunmamış bu kirpik və qaşlar üçün uzadıcı yağ formuladır. Bunu səhv eləmirəmsə mən Home Life-dan əldə etmişdim. Bir müddət sonra isə elə çox bəyənmədim, çünki qoxusu qəribə bir qoxu oldu. Gəldik bu məhsula. Bu da On Color seriyasından da Oriflame brendinə məxsus olan bir dodaq boyasıdır. Qırmızı dodaq boyasıdır. Sadəcə istifadə müddəti bitdiyindən artıq istifadə etmirəm. Bu məhsul da On Color seriyasının ənliyidir. Çox gözəl pigmentasiyası var bunun. Həqiqətən də çox gözəl rəng verirdi. Sadəcə olaraq istifadə müddəti bitdiyindən istifadə etmirəm. Bu da On Color seriyasının qaş sabitləyici qələmi idi. Sadəcə olaraq bunu xoşlamadım. Nəyə görə? Qaşlarda biraz ağ-ağ tozcuqlar buraxırdı. Belə, artıq videonun sonudur. Ümid edirəm ki, bəyəndiniz. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.